Təsəvvür edin, yaşlı valideyniniz hər gün sadəcə yuyunmaq üçün mübarizə aparır və buna heç kim kömək edə bilmir. Bu gün İsraildə bir çox yaşlı üçün gündəlik həyatın ən sadə anları, yemək, yuyunmaq, geyinmək, şəxsi gigiyena, çətin, bəzən də aşağılayıcı bir maneəyə çevrilir. Onların müstəqilliyini və ləyaqətini əlindən alan bu gizli mübarizədən xəbərdar olmalısınız. Yaşlı nəsil hər gün heç birimizin düşünmədiyi çətinliklərlə üzləşir. Normalda avtomatik etdiyimiz hərəkətlər, yemək qaşığı tutmaq, duş almaq, paltar geyinmək, onlar üçün böyük bir tapşırıq halına gəlir, daim kömək tələb edir. Bu fiziki çətinliklərin arxasında isə qəddar bir iqtisadi reallıq dayanır. Bir çox yaşlı insan az gəlirlə yaşayır, bəzən sadəcə əlillik müavinətlərindən asılıdır. Nəticədə həyat keyfiyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcək qabaqcıl həllər, məsələn, müalicəvi robotlar, onların əksəriyyəti üçün əlçatmaz olaraq qalır. Bunun əslində necə də acınacaqlı olduğunu anlamaq lazımdır. Çünki müalicəvi robotlar lüks deyil, bu həyatı dəyişdirən bir həldir. Onlar tibb bacısı sənayesindəki iş yükünü yüngülləşdirər, işçi qüvvəsi çatışmazlığını azaldar və ən əsası, yaşlılara öz gündəlik işlərini idarə etməkdə müstəqillik, təhlükəsizlik və azadlıq verə bilərlər. Bu, insanlara ləyaqətlə yaşamaq bacarığını qaytaran bir texnologiyadır. Bu texnologiya artıq fantastika deyil. Əksinə, tibbi yardımın çatdırılmasında əsaslı dəyişikliklərə qadir olan konkret, real bir vasitədir. Bu robotlar yaşlılara kiçik, lakin həyati əhəmiyyətli vəzifələrdə dəstək olaraq, onlara öz həyatlarını daha çox idarə etmə hissini geri qaytarır. Bu, sadəcə fiziki kömək deyil, həm də psixoloji dəstəkdir, təkliyi azaldır və yaşlıların sosial aktivliyini artırır. Bu məsələyə münasibətimizi dəyişməyin tam zamanıdır. Qabaqcıl müalicəvi həllərin, xüsusən də müalicəvi robotların səhiyyə səbətinə daxil edilməsi təkcə doğru sosial addım deyil, həm də səhiyyə sisteminə və cəmiyyətə ağıllı bir sərmayədir. Beləliklə, həyat keyfiyyətini xilas edən texnologiyanın yalnız bir neçə nəfərin imtiyazı olmamasını, ehtiyacı olan hər kəs üçün əlçatan olmasını təmin edə bilərik. Çünki müstəqillik, ləyaqət və keyfiyyətli həyat imtiyaz deyil. Onlar əsas insan haqqıdır. Bu vacib müzakirənin bir hissəsi olun. Kanalımıza abunə olun və gələcək videolarımızı izləyin.